Salam dəyərli izləyicilərim, yeni videoma xoş gəlmisiniz. Bu dəfə sizlərlə yumuşaq, çox dadlı, ləzzətli Spartak tortu resepti bölüşürəm. Hazırlanması olduqca asan, dadı isə möhtəşəm olur. Videomu sanacan izləməyi, kanalıma hələ də abunə deyilsinizsə abunə olmağı, videomu like etməyi, şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Əvvəlcə kremi hazırlayıram. Krem üçün 1 stəkan şəkər tozu, 2 xörək qaşığı un, 2 xörək qaşığı nişastanı qaba əlavə edib qarışdırıram. Üzərinə 1 ədəd yumurta və 1 stəkan süd əlavə edirəm. İlk öncə yumurta və un tam açılana qədər bu şəkildə qarışdırıram. Daha sonra 1 stəkan daha süd əlavə edib ocağın üzərində orta odda bişməyə qoyuram. Əlimizi dayandırmadan qarışdıraraq bişiririk. Qatlaşmağa başladıqda isə 1-2 dəqiqə daha qaynadıb ocaqdan götürürəm. Və soyuması üçün başqa bir qaba əlavə edirəm. Soyuyarkən üzəri qabıq tutmasın deyə üzərini streslə örtürəm. Hava çəkməyəcək şəkildə bu şəkildə üzərini örtüb soyumağa qoyuruq. Bişmiş kremimiz hazırdır. Keçirəm xəmiri hazırlamağa. Qazancaya 100 qram çörək yağı əlavə edib ocağın üzərində əriməyə qoyuram. Əriyənə yaxın içərisinə 3 xörək qaşığı bal əlavə edirəm. Daha sonra bura 1 dolu çay qaşığı soda əlavə edirəm. Bir neçə saniyə qarışdırıb altını söndürürəm. Bu şəkildə gördüyünüz kimi köpüklənir və soyumağa qoyuram. Bu arada 4 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu əlavə edib tel çırpıcı ilə yaxşı qarışdırıram. İstəsəniz mikserdən də istifadə edə bilərsiniz. Və hazırladığımız soyumuş kütləni yumurtalı qarışıma əlavə edirəm. Eyni zamanda da qarışdırıram. Sonda üzərinə un və kakao qarışımını əlavə edirəm. 3 stəkan yarım un götürmüşdüm, onu əlavə edirəm. Üzərinə 3 xörək qaşığı kakao əlavə edib qarışdırıram. Gördüyünüz kimi burada kütlə biraz yapışqan olur və yarım stəkan daha un əlavə edirəm. Ümumilikdə istifadə etdiyim unun ölçüsünü videonun alt hissəsində qeyd edəcəm. Bu şəkildə qarışdıraraq xəmiri hazırlayıram. Gördüyünüz kimi belə bir qatılıqda xəmir olur. Və dəzgahın üzərinə un səpib, xəmiri bura əlavə edib uzunsov forma verirəm. Xəmiri 10 bərabər kündəyə ayırıram. Təxminən kündələrin biri 100 qramdan oldu. Kündələrin hər birinə yuvarlaq forma verirəm. Un səpdiyim boşqaba qoyuram, üzərini örtürəm və bir-bir götürüb yaymağa başlayıram. Yayarkən biraz undan istifadə etmək lazımdır ki, yapışmasın. Çox rahat yayılan bir xəmirdir. Qətiyyən gözünüz qorxmasın, çox asanlıqla hazırlanır. Yaydıqdan sonra un səpdiyim soba listinə qoyuram. Xəmir çox nazik olduğuna görə çalışın, çox bişirib qurutmayın. 180 dərəcəlik sobada 2-3 dəqiqə ərzində bişir. Qabarmaması üçün çəngəllə dəliklər açıram və bişməyə göndərirəm. Gördüyünüz kimi ilk korjumuz bişdi. Hər birini eyni qayda ilə bişirirəm. Hər bir korju bişirib hazır etdim. 10 ədəd korjumuz bu şəkildə hazır oldu. Bərabər kəsirik hər birini. Və bu arada kremi hazırlayırıq. Krem üçün 250 qram otaq temperaturunda tam yumuşalmış çərək yağını mikserlə açılıb tam ağarana qədər bir neçə dəqiqə ərzində çalıram. Üzərinə bişmiş kremdən əlavə edəcəm. Bişmiş kremi də bir neçə saniyə mikserlə qarışdırıram. Və bişmiş kremdən yağa qaşıq-qaşıq əlavə edərək çalırıq. Yağ əvəzinə qaymaqdan da istifadə etmək olar. Amma bu kremlə sanki keçmişin dadını xatırlayacaqsınız. Klassik və çox ləzzətli olur. Hazır olduqdan sonra qaşıqla da biraz qarışdırıram. Dondurma dadında çox ləzzətli krem oldu. İçərisinə
qatlaşdırılmış süd də əlavə edə bilərsiniz. Onda daha da ləzzətli olacaq. Və tortumuzu yığmağa başlayıram. Alt hissəsinə biraz kremlə əlavə edirəm. Daha sonra hər korjun arasına təxminən 2 xörək qaşığı kremlə qoyub bərabər şəkildə yayıram. Və korjları bir-birinin üzərinə bu şəkildə qoyuram. Zövqə görə içərisinə karamel də əlavə edə bilərsiniz, qoz da əlavə edə bilərsiniz. Mən sadə hazırladım. Və tortun sonuncu qatını qoyuram. Üzərini və kənarlarını kremlə örtürəm. Bu krem ölçü olaraq bu torta tam çatır, bəs edir. Qatların arasında çalışın eyni miqdarda krem qoyasınız. Üzərini isə ovuntu ilə bəzəyirəm. Kənarından çıxan ovuntuları blenderdən keçiririk. Bu şəkildə kənarlarını və üzərini örtürük. Və ən sonda belə bir qəlibdən istifadə edərək şəkər pudrası səpdim. Üzərini bu şəkildə bəzədim. Tortu yaxşı olardı ki, bir gecə dincəldikdən sonra kəsəsiniz. Mən həmin gün kəsdim. Buna baxmayaraq yumşaq idi. Videomu sona qədər izlədiyinizə görə təşəkkür edirəm. Yeni videolarımda görüşmək diləyilə.